Azərbaycanda bu həkimlərin plastik cərrah kimi işləməsinə icazə verildi, siyahı yayıldı. Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib. Report xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində yaradılmış xüsusi təftiş komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədi ilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyanın müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin siyahısı tərtib olunub.